deyək ki, fx funksiyası verilmişdir. Fx funksiyası mənfi sonsuzluq, müsbət sonsuzluq arasında təyin olunmuş, deməli aralığında təyin olunmuş kvadratik funksiyadır. Bizə deyək ki, verilmiş şərtlər daxilində bərabərsizliğini həll edək. Baxın, sualın şərtində diqqət edəcəyimiz önəmli məqamlarımız var. Birinci, sizlər üçün bir neçə qaydanı xatırladım, sonrasına baxaq. Bu bir kvadratik funksiyadır. Biz bilirik ki, ax kvadratı üzərinə gəlsin bx, üzərinə gəlsin c kvadratik funksiyasında y oxunu parabolanın qolları, funksiya deməli bu formada qeyd olunur, paraboladır. Parabolanın qolları yuxarı yönələrsə, aynı işarəsi müsbət. Əgər tərsinə olarsa, parabolanın qolları aşağı yönələrsə, aynı işarəsi mənfi. İkinci bir qeyd. Bunları bilməliyik ki, sonra şərtə baxaq. İkinci bir qeyd. Bu bir. İkinci bir qeydimizdən, bax, diqqət eləyin, belə sual tiplərində biz ümumiyyətlə həmişə yadımızda saxlamalıyıq ki, müəllim, ilk öncə funksiyalar bölməsinə ait bu qaydaları xatırlayaq, sonra bunu həll edək. İkinci qayda, y oxunu parabolanın qolunun kəsdiyi yer, bu bizim s-imizdir, yəni sərbəst həddimizdir. Aha, bəs x oxun kəsdiyi yerlər, kvadratik funksiyanın kökləridir, yəni x1 və x2. Deməli, kvadrat tənliyin iki müxtəlif kökü olarsa, qolları x oxunu iki yerdə kəsər. Yeganə kökü olarsa, toxunar. Yəni, məsəl üçün, bu formula toxunar, bunu çəkmirəm. Həlli yoxdursa, toxunmaz. Yuxarıda bir yerdə diskriminator sıfırdan kiçik olur. Deməli, tənliyin köklərini yazsam, mən bunu vuruqlarına ayırma imkanım var. Baxın, bunu öyrəndik. İndi, y bərabərdir. Fx funksiyasından söhbət gedirsə, fx yazar. Fx funksiyasından söhbət gedirsə, tənliyin bir kökü x bərabərdir 2-dirsə, deməli, vurğu olacaq x çıxar 2 bərabər 0. Digər kök x bərabərdir 5-dirsə, vurğu olacaq x çıxar 5 bərabər 0. Bura qədər imkan üçün aydın olur. İndi, bu bir vurğumuz, bu da digər vurğumuz. Onu da vuruqların arasında belə yazırıq da, kvadratik funksiyanı a vurulsun x minus x1, x minus x2. Onda x minus 2 və x minus 5. Deməli, bu fx funksiyasının yerində bu dayanır. Aydındır uşaqlar, yəni ki, başa düşdük. İndi baxın, burada ayın rolu yoxdur. Niyə? Parabolanın qolları yuxarı yönəldiyindən, deməli, işarəsi müsbətdir. Yəni, mənim üçün önəmli bunun işarəsidir, müsbət olmağıdır. Bunun işarəsi müsbətdirsə, yəni a, bərabərsizlikdə heç bir təsiri yoxdur. Burada s versəydi, a-yı tapa bilərdi. Verilədiyinə görə bundan işimiz yoxdur. Sadəcə işarədə qolları aşağı yönəlsə, səhv eləmirəmsə, orada bundan sonraki sualda qolları aşağı yönəlir, a-nın qarşısında bir dənə mənfi atırıq. Vəssalam. Deməli, onda fx-in yenə bunu yazmış olsam, onda belə yazıram da, x vurulsun, x minus 3 vurulsun, x minus 2 vurulsun, x minus 5. Kiçik bərabərdir 0-dan. İntervalımı qeyd edirəm, deməli, başlayırıq. Aha. Deməli, x kiçik bərabər 0, buraya yazdım 0 daxildir. Sonra, əlbəttə 2 daxildir, əlbəttə 3 daxildir və 5 daxildir. Aha, qurduq. Gəlin qiymət verək. 5-dən böyük qiymətləri nəzərə alsam, deməli, neçə olmuş olacaqdır 5-dən böyük? 6. Müsbət, 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 deməli, müsbət. Sonra, onsuz da bu ardıcıl olaraq təşkilalanan kök yoxdursa, elə ardıcıl gedəcək. Mənfi, müsbət, mənfi, müsbət. Amma yenə də hər ehtimala yoxlayaq. Deməli, düzdür, mənfidir. 2.5 versən, tamam, müsbətdir, doğrudur. Bizdən nə istəyir? Misal, ilk şərtinə baxırıq, 0-dan kiçik. Yəni, mənfi aldığı qiymətlər. O zaman mənfi aldığı aralıq bu aralıqdır, mənfi aldığı aralıq bu aralıqdır. Bərabərsizliyimizin həlli 0, 2, ikisi də daxil, birləşmə 3, 5 olmuş, oldu. Deməli, sualımızın doğru cavabı nə variantı olur? Deməli, doğru cavabımız A variantı olmuş, oldu. Ümid edirəm ki, sual